Salam əziz izləyicilərimiz, mən bugün sizlərə botoks haqqında məlumat vermək istəyirəm. Botoks bildiyimiz kimi alın ətrafı, qaş arası, göz ətrafı və burun üstünə tətbiq olunur. Bəzi hallarda da full face kimi istifadə edib üzün təyin olunmuş nöqtələrində istifadə edib. Bir çox hallarda xanımlarımızın qaş arasında sərt qırışlar olur və bəzi kosmetoloqlarımız qaş arasını dolgu və ya müxtəlif aparatlar vasitəsilə yandırmağı məsləhət görürlər. Mən deyərdim, məsləhətim xanımlarımıza bu olardı ki, botoks prosedurunu tətbiq etdikdən sonra bir neçə ay səbirli davransınlar. Çünki biz botoks vasitəsilə əzələləri sərbəst buraxırıq və onların hərəkətini dayandırırıq. Əzələlərdə hərəkət dayandıqdan sonra alnımızda, göz ətrafında və qaş arasında olan sərt qırışlarımız hamarlaşır və nəticədə siz yenidən gözəl görünüşə sahib olursunuz. Daima gözəlləşmək məqsədi. Məni izləməyə davam edin.